Bismillahirrahmanirrahim. Müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi salamlayıram. Allahın salamı, rəhməti və bərəkəti üzərinizdən əskik olmasın. Ey gözəl müsəlman əhli. Hər bir mömin bazı qardaşlarımıza o böyük Allahın salamı olsun. Müqəddəs Quran-ı Kərimdə fəzilətləri haqda 300-dən yuxarı ayə gəlmiş. Əli əleyhissalamdan başqa sahabələrə toxunmaq olmaz. Hər bir sahabə toxunulmazdır. Heç bir sahabə haqqında tənqidi fikir söyləmək olmaz. Küfürdür deyənlərə müraciət edirəm. Deyə bilərsinizmi? O toxunulmaz tənqidi fikirlər demək olmaz söylədiyiniz sahabələr haqqında, hər hansı birinin haqqında, hər hansı birinin fəziləti haqqında müqəddəs Quran-ı Kərimdə bir ayə belə gəlinmi? Əgər söyləsəniz çox şad olarıq. Biz də o kəsi tanıyıb ona hörmətlə, ehtiramla yanaşarıq və qəlbimizdə o şəxsə də xüsusi bir güşə ayırarıq.